Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bakıdakı ali təhsil müəssisələrinin paytaxtdan kənara köçürülməsi və bölgələrdə yeni universitetlərin yaradılması məsələsi artıq rəsmi sənədlərdə öz əksini tapıb. Xəbər verilir ki, layihə hazırda müzakirə mərhələsindədir və müəyyən edilmiş illər üzrə konkret tədbirlər həyata keçiriləcək. Universitetlər paytaxtdan çıxarılacaq. Kəlbəcərdə ağır yol nəqliyyat hadisəsi baş verib. Xəbər verilir ki, hadisə nəticəsində 3 nəfər həlak olub. İlkin məlumata görə şirkətə məxsus yük avtomobili aşıb. Hadisə nəticəsində həlak olan şəxslərin kimliyi müəyyənləşib. Belə ki, onlar yük avtomobilini idarə edən Göyçay rayon sakini 1987-ci il təvəllüdlü Tural İsmailov ilə sərnişinlər 84-cü il təvəllüdlü Vüsal Məhərrəmov və 95-ci il təvəllüdlü Elvin İsmailovdur. Allah rəhmət eləsin, əzizlərinə, yaxınlarına səbir diləyirik.